lütf edip el alttan başlarsan yedirtmeye, vallahi boğazını ağrımı sapı kimi üzerim. Kələntər olmayır, lap dədəsi olsun. Məndən heç bir yumurta da qopara bilməz. Mühasibatı da tapşıraq Yar Məmmədə. Heç olmazsa bilirik hansı yuvanın quşudur. Hələlik tapşırmaq olar, hələlik. Yoldaşlar, ferma əhvalatını yadınıza salmağa gəlmişəm. Gündüz tapşırmışdınız, kağıza Salman dadaşla baxıb. Axırda bu ferma başımıza bir əngəl açacaq. Telli arvadın yetimçəsi girişib, yamanca yeyir. Hə, bir yoxlasanız, pis olmaz. Şirzadla da razılaşdırın. Necə olsa yenə partiya təşkilatçısıdır, bilsə yaxşıdır. Heç də ürəyinizi sıxmayın. Onsuz da hər şeyi bilir. Neyi bilir? Hə, nə gözünü döyürsən? Desənə. Vallahi Arustam, bu Şirzad hara gəldi? Bizi biyabır eləyir. Deyir ki, kolxozda demokratiya boğulur, nə bilim, yeyintiyə yol verilir. Aydındır. Adsız kağızlarda da hemen sözler yazılır. Hansı kağızlarda ha? Adsız kağızlarda. Üzü yuxarı hey yazılır. Ay nanəciblər. Sən ölməyəsən, bu adamlarda heç etibar zad qalmayıb. Ay Salman, Tellar Vatdan, Şirzaddan, Necəfdən sən nə etibar gözləyirsən? Hələ bundan da bir şeylər yazacaqlar. Ay namert. Sözüm var. Kişi kimi üzmedi. Yazırsan yaz. Dibinde kol çek. Daha çoğul kimi ayağımın altın ne işirsen. İşler necədir? Yaxşı gedir Rüstəm dayı. Axıra sən belə işləsək, bizim yeni həyat qalxodur, pravdaya düşər. 5 güşəli ulduz üzümüzə gülər. Çok da döşeğe döymə. Ben ömrümde nişana işlememişim. Ve cemaat hanım, at elli. Yaxşı olmaz ki bu mango özülerini seher tezden işe çıkmanı öğretesen. Kolxozdan bura düz 8 kilometrdir. Odur ki, gəlib çıxana kimi gün qalxır. İndi neyləyək? Pambıq sahəsinə tramvay çəkək. Salam. Salam eləyək. Salam eləyək. Yoxsa deyirsən ki, əkin yerini kəndin möhrünə keçir. Heç kəs onu demir. Kolxozun 100 arabası, 16 maşını var. Eləyin ki, uzaq sahədə olanları səhər tezdən gətirsinlər, axşamda götürüb aparsınlar. Yaxşı deyirsən. Sən bu arvadın iddiasına bir Meğer bax. ne değil? Adam geri adam kimi yaşasın. Öyle değil mi Rustam emmi? Sabahtan 3 maşını ayır, boy cemaati uzak sahalara taşısın. Bu laf yaxşı olur. Sözün düzü Sədri qağa, razılıq verməsəydin, düz yazacaqdım İraykoma. Yazansan birinci oğlun Kerem'den yaz. Vay. Ermeye bir ot vurup ki tüstüsü bütün kalkozu bürüyüp. Mənim oğlum, Bəli. Ömründe bir oğul doğupsan o da. birini doğmuşam, yani ki 5'ini doğmuşam, özüm bilərəm. Uşaq doğanda da sənlə məsləhət-məşvərət açmayacaqdı ki. O ki qaldı fermaya, sənin fikrin başqalarına getməsin. Mənim oğlum çox təmiz adamdır. Ay onun başına değsin Əsir get temizliği. buradan. Hemşe döşüne döyenlerin esisini tüstülü gördük.